Deməli 10 illik sonsuzluqdan sonra balamız doğuldu, dünyaya gəldi. Bu nə deməkdir? Bu marionetkadır. Genetik məsələlərdə xəstələr bax belə oynadılır. Bu ölkədə genetik məsələlərdə xəstələr bu şəkildə oynadılır. Xəstəyə deyilir ki, sənin falan xəstəliyin var. Hamilə qal, xəstə olsan o uşağı götürərik. Bu dünyada eşidə biləcəyiniz ən axmaq fikirdir. Bunun bir yolu varsa, yöntəmi varsa, hamilə qalmadan biz bunu biliriksə, nəyə görə hamilə qaldıqdan sonra o uşağı götürmək məcburiyyətində qalasınız? Ananı da riskə atasınız, balanı da riskə atasınız. 8 aylıq doğum eləmişdi bizdən qabaq, xəstə uşaq doğulmuşdu. Biz bütün araşdırmalarını elədik. O uşağın sağlam olduğundan əmin olduq genetik olaraq. Bugün də dünyalar tatlısı bir bala gəldi. Allah uzun ömürlü eləsin, ailəsinin gözünə çıraq eləsin. Marionetkanı unutmayın.